Salam, hər vaxtınız xeyirli olsun, hörmətli kanal izləyiciləri. Masazırda Yeni Bakı yaşayış kompleksinə və Qurtuluş yaşayış kompleksinə yaxın 3 sot torpaq sahəsində hündür kürsülü, altlıq belə bir geniş zirzəmili 4 otaqlı həyət evi satışdadır. Evin sənədləri tam qaydasındadır. Evin də torpağında sənədləri var. İpoteka ilə də bu evi almaq istəyənlər asanlıqla bu evi əldə edə bilərlər. Bura geniş bir həyəti. Qeyd etdiyim kimi ev 3 sotda tikilibdir. Belə bir ağac da əkilibdir həyətində. Ağac əkmək üçün yer saxlanılıb. Gözəl bir çırçılaqlar vurulubdur divarlara. Həyət işıqlı olsun deyənə bax. Evin üst görünüşünü bir daha göstərin və göründüyü kimi də hündür bir kürsülüdür və zirzəmisi, geniş bir zirzəmisi var ki, buradan da rahatlıkla istifadə etmək olar və burada da göründüyü kimi otaqların da altında boş yer saxlanılıbdır ki, oradan da istifadə etmək olar. Kombi aparat üçün də yeri burada saxlanılıbdır. Ev tam təmirli vəziyyətdədir. Bir daha evin həyətini belə bir genişliyini göstərin və ətraf da göründüyü kimi yaşayış evləridir. Və evə daxil olduqda dəhlizi, otaqların hər bir qapısı dəhliz açılır və burada dəhlizdən sağ tərəfdə mətbəx yerləşir, geniş bir mətbəx yerləşir. Göründüyü ki, mətbəx də işıqlıdır, enli bir pəncərəsi qoyulubdur. Bura bir otağı, ev 4 otaqdan ibarətdir. Qeyd etdiyim kimi sənədlər tam qaydasındadır. Bura isə ikinci bir otağı, yataq otağı kimi istifadə olunacaqdır və bura üçüncü bir otağı, geniş bir yataq otağı. Göründüyü kimi otaqların hər birinin pəncərəsinin qarşısı kəsilməyib, gün işığı hər bir otağa düşür. Bura isə hamam otağıdır, metlaf kafelli, çox gözəl, səliqəli bir iş görülübdür evdə. Və sonuncu göstərəcəyimsə zal otağı, qonaq otağı kimi tanıdığımız belə bir zal otağıdır ki, genişdir, işıqlıdır. Kondisioner üçün işıq xətti çəkilir və dəhlizdə də kondisioner üçün işıq xətti çəkilmişdir. Burası TV üçün göründüyü kimi də işıq xətti çəkilibdir. Evin başlanğıc qiyməti 137 min manat deyilir. 137 min manat və real alıcıya endirim olacaqdır. Bu ev haqqında əlavə məlumat almaq istəyənlər aşağıda və ekranda göstərilən nömrə ilə əlaqə saxlayıb daha ətraflı məlumat əldə edə bilərlər.